Allah'ın qulu və rəsuludur, quldur əvvəla. Nə ilah deyil, nə məbud deyil, nə Allahın oğlu deyil, nə üçün üçüncüsü deyil, məlun nəsranilərin dedikləri kimi quldur. Göndərilib ki, qulluq edə, göndərilməyib ki, qulluq oluna. İsa aleyhisselam göndərilib ki, qulluq edə, yəni ibadət edə. Qulluq deyəndə qəsdimiz ibadət, yəni Allaha ibadət. Bunun üçün göndərilib. Göndərilməyib ki, ona insanlar nə etsin? Qulluq etsin, ibadət etsin. Əsla məttəxəzəllahu min vələdin və mə kənə məhu min iləh. Allah Teala deyir, Allah Teala heç bir evlad götürməyib. Və onunla bərabər heç bir ilah da yoxdur.